İlk əməliyyatımız otoplastik əməliyyatı icra olunacaq pasientdə. Qulaq əməliyyatı, çəpçə qulaqlıq. Əslində bunun diaqnostikası çox sadə aparılır. Əgər qulaq seyvanı kafa tabanından 45 dərəcə və daha artıq aralanmışsa, o zaman çəpçə qulaq diaqnozu qoyularaq əməliyyata götürülür. Düzünü demək qalarsa, bu xanımda 45 dərəcədən aşağıdır. Yəni birbaşa tibbi göstəriş olmasa da, sırf psixoloji və sırf xəstənin istəyinə bağlı olaraq otoplastik eləyəcəyik. Bu da iki manevr olmalıdır. Ya bu qığırdaq hissənin kafa tabanına yaxınlaşması üçün bu şəkildə ya qığırdağı kəsirik və ya qatdalayırıq, onu indi əməliyyatın içində qərar verəcəyik. Bir də iki dənə qıvrım var burada, helix, antihelixlər. Bu qıvrımı yaratmaq. Yəni bir bu manevra, eyni zamanda bir də qulağın geriyə çevrilməsi, aşağı, arxaya doğru. Yəni bu şəkildə qulağı formalaşdırmağa çalışacağıq.